Birinci növbədə hər bir vəzifəli şəxs birinci növbədə özünə və ailəsinə cavabdehlik daşıyır. Amma hər bir kəsin qardaşı var, bacısı var, ayrı təsərrüfatdır, ayrı yaşayır, başqa ölkədə yaşayır. Əmisi uşağı var, dayısı uşağı var, xalası qızı var, xalası oğlu var. Yəni nəsil, hər kəsin nəsli kökü böyükdür. Və sual yaranır ki, insan necə hər bir kəsə bir vəzifəli şəxsin vəzifəsidirmi hər bir kəsə nəzarət eləsin və necə nəzarət edə bilər və niyə nəzarət etməlidir ki? Mənim qardaşım 80-ci illərdə, iki qardaşım yaşayanlar 80-ci illərdə İmişlinin Xəlfəli kəndindən, kəndin bir əhalisindən anamın aldığı borc pulla Rusiyaya gediblər, Yekaterinburg şəhərinə. Orada yaşayıblar, sonra Peterburg şəhərinə köçüblər. 3 ildə, 5 ildə bir dəfə Azərbaycana gəlib gəlməyiblər. Rusiya vətəndaşlarıdır. Övladları orada doğulub, orada böyüyüb. Rusiya vətəndaşlarıdır. Orada oxuyublar. Və mən də onların üzünü 3 ildə, 5 ildə bir dəfə görmüşəm. Onların öz həyatı, öz işi, öz biznesi var. Və hansı zülümlərlə qazanıblar, nələri var, heç bir olan Allah da şahiddir ki, onların nələri var, heç onu da mən bilmirəm. Belə bilmək marağım da olmayıb. Onların öz həyatı və bugün o toyu olan qardaşımın oğlu heç o atasının pulu ilə də özünə toy etməyib, öz pulu ilə edib. Biznesmendir mi? Gözəl oxuyub, çalışıb, bizneslə məşğuldur. Uşaqlığından indi atasının yanında olub, bizneslə məşğuldur. Özü qazanır, atasına ehtiyacı yoxdur, atasına da hələ kömək eləyir. Artıq o özü dayağısında dayanan bir şəxsdir və eyni zamanda da yaxşı bir yerdən də evlənib, özü tapıb, bir tanış olub, evlənib. O ailə də kifayət qədər imkanlı ailədir. Biz də onlar bizə deyəndən sonra mən də onları tanımışam, tanımamışım, tanımırdım belə. Yəni bunlar özləri yaşayıb, özləri qazanıblar. Bunun mənə nə aidiyyatı var ki? Keçək ikinci bir məsələyə. Bu məsələyə keçməmişdən qabaq bura əlavə eləmək istəyirəm ki, onlar Rusiyada yaşayıb çalışıblar və hansı çətinliklərdən keçiblər, nələr keçiblər, onunla da bağlı bir-iki yazıları mən oxudum və onları da ədalətli gördüm. Yəni, daim orada yaşayıblar.